kəs bilməlidir ki, mövcud İran rejimi və yönətimi türk gücünün üstündə dayanır. Pezeşkan liderliyində bir cumhurbaşkanı seçilməsəydi, Pezeşkana türklərin bu qədər önəm verməsi içərisində hakimiyyətin dayanıqlığı təmin oluna bilməzdi. Amma bugünkü hakimiyyətin dayanıqlığının təmin olunmasında türk amili böyük rol oynadığını biz artıq qəbul edirik. Dünya da bunu görür. Özəlliklə biz Pezeşkanın Azərbaycana olan səfərində bunu da hiss etdik və Türkiyə-İran arasında olan diyaloqda da biz bunu görürük ki, türk amili İranın dayanıqlığını təmin edir. Amma bu dayanıqlıq və türk amili bizim gücümüzün başqa güclər tərəfindən istismar edilməsi ilə gerçəkləşə bilməz. Bu baxımdan da türk amili bugünkü İran hakimiyyətinin və siyasi coğrafiyasının qorunmasına xidmət edirsə, İran bir mənalı olaraq yararlandığı türk gücünün də özünün obrazını topluma təqdim etməyə bacarmalıdır. Çox qısa zamanda türk dili İranda dövlət dili elan edilməlidir. Əgər bu elan edilməyəcəksə, bütünlüklə bölgədə və dünyada olan türklər onların duyğularının və düşüncələrinin istismar edildiyini ortaya qoyacaqlar. Bu da İrana böyük bir fəlakət təqdim edəcək.